Azərbaycanda tibb universitetinə hər il nə qədər şagird, abituriyent daxil olur və nə qədər məzun olur? Azərbaycandan Türkiyədə tibb təhsili almağa gedən tələbə nə qədər daxil olur, nə qədər məzun olur? Və hal-hazırda Türkiyədən məzun olan tələbənin keyfiyyəti ilə Azərbaycanda 600 bal üstü dediyimiz tələbələrin keyfiyyəti arasında nə qədər fərq olur? Bu gün Azərbaycanda tibb universitetinə hazırlaşmaq kifayət qədər çətin məsələdir, amma dünyada tibb universitetinə hazırlaşmaq o qədər çətin məsələ deyil. YÖS dediyimiz imtahan bəsit 9-cu sinifə qədər olan riyaziyyat və məntiq, geometri, həndəsənin olduğu bir imtahandır. SAT dediyimiz imtahanda bəsit riyaziyyat və ingilis dilindən ibarət olan imtahandır. Bu günlərim o imtahanlara hazırlaşmaq daha asandır, nəinki Azərbaycan Tibb Universitetinin imtahanlarına hazırlaşmaq. İkinci bir məsələ var. Bu bir həqiqətdir. Azərbaycandan xaricə gedən tələbələrin bir neçə növü var. Yəni bunların bəziləri bilərək, istəyərək, əvvəlcədən hədəfləyib və buna uyğun hazırlıq eləyirlər. Təbii ki, burada Türkiyə bursları da var. Azərbaycan Dövlətinin Elm və Təhsil Nazirliyinin özünün dövlət proqramı da var. Xaricdə təhsil üzrə dövlət proqramı da var və öz hesabına getmək istəyən tələbələr də var. Və bunlardan əlavə bir də Azərbaycanda imtahan vermiş və imtahandan uğursuz olan tələbələrin getdiyi bir kütlə də var. Bu danılmazdır. Amma bu gedən kütlənin məzun olan tələbə sayısı kifayət qədər azdır. Bir neçə veriliş bundan əvvəl mən bunu vurğulamışdım və Türkiyədə ciddi bir gündəm olmuşdu bu mövzu. Türkiyəyə gedib maksimum 4 ildə məzun olan %10'un üzərində keçmir bu. Yəni getmək önəmli deyil, məzun olub gəlmək önəmlidir. Yəni bugün amma Azərbaycanda universitetə daxil olan hər bir tələbə demək olar %90 məzun olur. Bəli. Və ona görə də işsiz qalır. Keyfiyyətsiz təhsil alır, keyfiyyətsiz təhsil aldığı üçün də yəni, fərqi yoxdur, necə girir? Fərqi odur ki, burada onu necə qutarır? Bəli, yəni burada 600 bal üzəri yığan tələbə Azərbaycan Tibb Universitetinə daxil oldusa və o mütləq yaxşı həkim olacaq deyə bir fikir yaradılır. Elə bir şey yoxdur. Yəni önəmli olan universitetə necə daxil olmaq deyil. Önəmli olan universitetə necə məzun olacaq. Yəni daxil olana qədər ki, proses çox da önəm daşımır. Birincisi orta məktəb. Sualı belə qoyum onda. Baxın, bizim Vüsət müəllim dedi ki, Azərbaycandan xaricə gedib oxumaq istəyənlərin təxminən böyük əksəriyyəti, yəni 90% deyək də. İndi tam rəqəm deməm, amma böyük əksəriyyət desək daha yaxşı olar. Ümumiyyətlə boş vaxt öldürürlər də. Yəni nə mütəxəssis olurlar, nə oxuya bilirlər, nə də heç nə. Biz onu itirdik. İndi sual başqa cür qoyum. Azərbaycanda ali məktəbə daxil olub yüksək balla hətta neçə faizi mütəxəssis ola bilir? Mən deyərdim ki, bəzi universitetlərin, bəzi ixtisasların çıxmaq şərti ilə 65%, 70% mütəxəssis olmur. Yəni belə deyək, o ixtisasların da əhəmiyyəti var, məsəl üçün. Nəzərə alsaq ki, bir 60 min bizdə abituriyent belə də, yəni daxil olur. Təxminən 65 min bu il qəbul olur. 65 min. Onun 70%-i heç nəyə, yəni belə deyək, 40 mini artıq belə. Diplomunu... Bəzi prestij ixtisaslar var ki, orada bal çox yüksək və ora qəbul olan tələbələr də yəni magistrdə oxuyurlar və ya da magistr xaricdə oxuyurlar. Yəni əksəriyyəti demək olar öz təhsillərini yəni tam belə peşəkar mütəxəssis olmasa belə ən azından yəni bir ixtisaslı kadr olur. Təbii ki, peşəkar kadr deyəndə ən azı bu oxuduğu müddətdə gərək bir beynəlxalq təcrübəsi olsun. Amma kifayət qədər yüksək bal toplayanlar var ki, artıq belə deyim, həm ölkədə fəaliyyət göstərirlər, həm də ki, belə deyək, xaricdə magistr və digər doktorantı təhsil alıb ölkəyə qayıdıb mütəxəssis kimi işləyə bilir artıq, peşəkar mütəxəssis belə deyək. O da 30%-də. Təbii ki, indi o hər bir şəxs də məsələn qəbul olanda onu fikirləşmir ki, məsəl üçün mən yüksək kadr olum. O fikirləşməməlidir. Bu təhsilin bir planlanması olmalıdır. Təbii ki, olur. Bununla bağlı işlər görülür yenə də. Bu təhsilin bir tənzimlənməsi olmalıdır. Bu axı belə sahə deyil. O fikirləşdi, bu fikirləşdi. Bu biraz bir strategiya olmalıdır. Təhsil problemləri institutu var. Biz bugün dəvət eləmişdik oradan yeri gəlmişkən təhsil institutuna nümayəndə istəyirdim olsun. Niyəsə onu Təhsil Nazirliyi məqsədə müvafiq hesab eləmədi buradakı iştirakını. Çünki bu suallar ona idi. Bir təhsilin problemlərini bilir. Yəni onlar problemlə məşğul deyirlər. Ya da təhsillə məşğul deyirlər. Əslində bu problemi bilirlər. Yəni Təhsil Nazirliyi də bilir. Amma bu problemlər elə problemlərdir ki, bunları həll eləmək qısa müddətdə onsuz da mümkün deyil. Yəni düşün, Azərbaycanın müstəqillik tarixindən bəri dövlət universitetlərində oturmuş bir sistem var. Hətta elə bir sistem var ki, bəzi rektor kafedra müdirindən söz keçirə bilmir. Bunu dəyişdirən xəbər dedilər ki, bir rektorun 84, onun prorektorunda 86 yaşı var. Mən yaşın əleyhinə deyiləm, amma heç olmasa biri bir qədər birindən
yəni daha çeviklik baxımından deyirəm. Biz yaşın əleyhinə deyilik, qocaman professorların da əleyhinə deyilik. Amma bu axı işləmək məsələsi var da, fiziki imkanlar. Bilmirəm, bəlkə də onların fiziki imkanı bizdən yaxşıdır. Mən deyə bilmərəm. Bunu yaşa görə görmədiyimiz halda hökm verə bilmərik. Amma sosial mediada bir video yayılmışdı da, bir rektoru maşına necə aparırdılar. Ümumiyyətlə gənc kadr yoxdur, gənc alimlər yoxdur Niyə yoxdur? və bu get-gedə azalır.